üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar. Özlərinə nə bir hami, nə də bir mədədkar tapa biləcəklər. Üzləri odda o tərəf bu tərəfə çevrildiyi gün onlar, kaş Allaha müti olaydıq, Peyğəmbərə itayət edəydik deyəcəklər. Onlar deyəcəklər, ey Rəbbimiz, biz ağalarımıza, böyüklərimizə itayət etdik. Onlarsa bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz, onlara 2 qat əzab ver. Onları böyük bir lənətə düçar elə. Ey iman gətirənlər, Musaya əziyyət verən kəslər kimi olmayın. Allah Musanı onların dediklərindən təmizə çıxartdı. O, Allah yanında çox hörmətli idi. Ey iman gətirənlər, Allahdan qorxun və doğru söz söyləyin. Əgər belə etsəniz, Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itayət etsə, böyük bir saadətə nail olar. Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən o, çox zalım, çox cahildir. Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın. Mömin kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə əmanəti öz razılığı ilə Adəm övladına tapşırdı. Allah bağışlayandır, rəhm edəndir. Rəhman və rəhim olan Allahın adı ilə, göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun. Ahirətdə də həmd ona məxsusdur. O hikmət sahibidir, hər şeydən xəbərdardır. Yerə daxil olanı da, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da o bilir. O rəhm edəndir, bağışlayandır. İnkar edənlər, qiyamət bizə gəlməyəcəkdir, dedilər. De, xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın. Bütün bunlar ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onları bağışlanma və tükənməz ruzi gözləyir. Ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə şiddətli, iyrənc bir əzaba düçar olacaqlar. Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin, Quranın haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yolunu göstərdiyini görürlər. Kafirlər öz aralarında dedilər, siz çürüyüb parça-parça olub dağılandan sonra yenidən dirildiləcəyinizi xəbər verən bir adam göstərəkmi? Görəsən o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var? Xeyr, ahirətə inanmayanlar özləri əzab içində, uzaq bir zəlalət içindədirlər. Məyər onlar başlarının üstündəki göyü və ayaqlarının altındakı yeri görmürlərmi? Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına indirərik. Şübhəsiz ki, bunda tövbə edib Allaha tərəf dönən hər bir bəndə üçün ibrət vardır. Həqiqətən biz Davuda öz dərgahımızdan bir lütf bəxş edib, siz ey dağlar, siz ey quşlar, onunla birlikdə Allahı təqdis edin deyə buyurduq və dəmiri onun əlində yumşaltdıq. Davuda buyurduq, geniş, uzun zirəhlər düzəlt, toxuduğun zaman ölçüyə riayət et və ey Davud ailəsi, yaxşı işlər görün. Həqiqətən, mən sizin etdiyiniz əməlləri görürəm. Süleymana da küləyi ram etdik. O, səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq. Süleyman üçün nə istəsə, məbədlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi, şükr edin, bəndələrimdən şükr edəni azdır. Süleymanın ölümünü hökm etdiyimiz zaman, onun öldüyünü onlara ancaq əsasını yeyən bir ağac qurdu xəbər verdi. Sonra o, yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar. Səba tayfasının yurdunda bir nişanə var idi. Sağdan və soldan 2 bağça var idi. Onlara buyurulmuşdu, Rəbbinizin ruzisindən yeyin və ona şükr edin. Yurdunuz gözəl bir diyar, Rəbbiniz də bağışlayan bir Rəbdir. Lakin onlar üz döndərdilər. Biz də üstlərinə ərim selini göndərdik. Onların 2 bağçasını acı meyvəli, yulğun ağacları və biraz da sidr ağacı olan 2 bağçaya çevirdik.
Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəza mı verərik? Onların yurdu ilə bərəkət verdiyimiz məmləkətlər arasında bir-birinə bitişik qəsəbələr inşa etmiş. Orada gediş-gəliş yaratmışdıq. Onlara belə demişdik: gecələri gündüzləri orada arxayın gəzib dolanın. Lakin onlar, ey Rəbbimiz, səfərlərimizin arasını uzaq et, dedilər və öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. Həqiqətən bunda səbir və çox şükür edən hər bir kəs üçün ibrətlər vardır. İblisin onlar haqqındakı zənni düz çıxdı. Bir dəstə mömin istisna olmaqla hamısı ona uydu. Əslində iblisin onlar üzərində heç bir hökmü yoxdur. Lakin biz axirətə inananla ona şəkk edəni ayırt edib bilmək üçün iblisə bu imkanı verdik. Sənin Rəbbin hər şeyi hifz edəndir. Müşriklərə de, Allahdan başqa tanrı zənn etdiklərinizi çağırın. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyirlər. Nə onların bunlarda bir şərikliyi var, nə də Allahın onlardan bir köməkçisi var. Onun hüzurunda izin verdiyi kimsələr istisna olmaqla heç kəsin şəfaəti fayda verməz. Nəhayət, ürəklərindən o qorxu çıxınca onlar, Rəbbiniz nə buyurdu deyə soruşar. O biriləri də haqqı buyurdu. O ucadır, böyükdür deyə cavab verərlər. Ya Peyğəmbər, de, göylərdən və yerdən sizə ruzi verən kimdir? De, Allahdır. Elə isə doğru yolda olan, yaxud açıq aydın azan bizik, yoxsa siz? De, siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız. Biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq. De, Rəbbimiz bizi bir yerə toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən, hər şeyi bilən ancaq odur. De, ona, Allaha qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr, yenilməz qüvvət, hikmət sahibi ancaq o bir olan Allahdır. Biz səni bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların əksəriyyəti bunu bilməz. Onlar, əgər doğru danışırsınızsa, bu əzab vədəsi nə vaxt yerinə yetəcəkdir deyə soruşarlar. Belədir, sizə vəd olunmuş bir gün vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz. Kafir olanlar dedilər, biz nə bu Qur'ana, nə də ondan əvvəlkilərə inanırıq. Kaş sən o zalımları Rəbbinin hüzurunda saxlanılıb, bir-birinə söz qaytardıqları və acizlərin özlərini yuxarı tutanlara, əgər siz olmasaydınız, biz mütləq mömin olardıq, dedikləri zaman görəydin. Özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər. Əcəba, sizə doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan biz mi döndərdik? Xeyr, siz özünüz günahkar idiniz. Acizlər özlərini yuxarı tutanlara deyərlər. Xeyr, bəs gecə-gündüz qurduğunuz